gördük. Bu da sizinlə birlikdə 3-cü sinif Azərbaycan dərsindən səhifə 48 və 49-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyəndiyimizə basmağı unutmayın. Gəlin başlayaq. Artıq səhifə 48-deyik. İndi isə gəlin mətnimizin davamını oxuyaq. Gəncə cəmiyyəti qəhrəman Cəlal xanı Cümə məscidinin həyətində dəfn etdi. Burada onun türbəsi ucaldılıb. Gəncədə və Bakıda cəsarətli Azərbaycan oğlunun şərəfinə küçə və xiyabanlar var. Xalq öz qəhrəmanlarını heç vaxt unutmur, onların xatirəsini daim yaşadır. Nə anladın? Mətnə əsasən suallara cavab verin. 1. Gəncəlilər düşmənə qarşı necə vuruşurdular? Düşmənə qarşı müqavimət göstərdilər. Aslan kimi vuruşurdular. Karyagin kim idi? Karyagin bir Rus polkovniki idi deyəsən. Rus polkovniki idi, baxın. Polkovnik Karyagin. Sərkərdə idi polkovniki. Cavad xanın həyat yoldaşının adı nə idi? Bəyim xanım. Ruslar Gəncəyə neçənci ildə hücum ediblər? Ruslar Gəncəyə 1804-cü ildə hücum eləyiblər. Cavad xan Cümə məscidinin həyətində dəfn edilib. Aşağıdakı sözləri mətnə çəkilmiş şəkillərlə uyğunlaşdırın. 1. Qala. Qala hardadır? Qala. Qala və birinci hamısını oxuyaq. Çərkəzi türbə. Aha. Birinci qala budur, baxın. Məsələn, mən burada göstərim bir dənə. Qala, baxın, budur. Və dairəyi alacam mən indi. Qala budur, baxın, burada dəqiqə. Aha. Buradakı var, buradakı. Bu qaladır, bu qaladır. Qala. Nəzək belə, qala. Belə, aha, belə də olsa daha yaxşı görünür, həm də adamın yadında qala bilir. Sonra isə deyir ki, çərkəzi isə budur. Çərkəzi baxın bu. Sonra isə deyirdi, türbə. Türbə də elə baxın budur. Türbə buradan çəkək. Baxın, türbə də budur. Araşdırma. Qruplara ayrılın və Gəncə ilə bağlı araşdırma aparın. Birinci qrup Gəncə qapıları. Gəncə qapıları haqqında araşdırma apara bilərsiniz. Birinci qrup Gəncə qapıları, ikinci qrup Gəncə xanlığı, üçüncü qrup Gəncə qalası, dördüncü qrup isə General Siyanovdur. General Siyanovdur, sonra nə bilim birinci qrup Gəncə qapıları və s. Və s. Aha, bunlarda eləyə bilərsiniz. Yəni internetdən araşdıra bilərsiniz. Araşdıraraq bunlar haqqında məlumat toplayıb danışa və öyrənə bilərsiniz. Öyrənib danışa bilərsiniz. İki tapşırığımızda deyir ki, Ağatlı oğlan və Cavad xan mətnlərini müqayisə edin. Bir də deyir ki, hansı mətndə hadisələrin dəqiq vaxtı göstərilir. Cavad xan indi oxuduğumuz mətndə, Ağatlı oğlan isə ondan qabaq oxuduğumuz mətn idi deyəsən, baxaq. Bəli, elədir. Buradaydıq. Bəli, elədim. Deməli, hansı mətndə hadisələrin dəqiq vaxtı göstərilir? Cavad xan mətnində hadisələrin dəqiq vaxtı göstərilir. Dəqiq vaxt isə 1804-cü ildir. Sonra ikincidə deyir ki, hansı mətndə hadisələrin baş verdiyi yer göstərilir. Hadisələrin baş verdiyi yer yenə də Cavad xanda göstərilir.
3. Hansı mətn həqiqi faktlar əsasında yazılıb? Belə hamısı Zad xan mətnindədir. Faydalı məsləhət. Bəzi mətnlər keçmişdə baş vermiş real hadisələri əks etdirir. Buna tarixi hadisə deyilir. Bu cür mətnləri oxuyarkən aşağıdakılar haqqında əlavə məlumatlar əldə etməyə çalışın. Hadisələrin baş verdiyi yer və zaman, hadisələrin iştirakçısı olan tarixi şəxsiyyətlər. Yəni, bunlardan haqqında da artıq məlumat əldə etməyə çalışın, nə bilim, məsələn, harda olub, belə, yəni, araşdırın da. Bu mənada deyiblər. Təqdimat. B. Oxuduğunuz mətn və topladığınız məlumatlar əsasında Gəncənin ruslar tərəfindən işğalı haqqında yaddaş xəritəsi tərtib edin. Yaddaş xəritəsini də o məlumatlar əsasında eləyin. Dil qaydaları 3 tapşırığında deyir ki, nöqtələrin yerinə uyğun bağlayıcılar yazın. Birincidə deyir ki, ruslar Gəncəni tutmağa çalışırdı, çünki şəhərin əlverişli mövqeyi vardı. 2. Sisyanov təslim olmaq təklif etdi. Ancaq Cahit xan razılaşmadı. Amma lakin onların yerinə ola bilər. 3-də deyir ki, qapı açıldı. Cahit xanın xanımı əlində qılınc içəri daxil oldu. Qapı açıldı və Cahit xanın xanımı əlində qılınc içəri daxil oldu. Belə olur. Bunları bilməliyik. Bağlayıcıların növləri. Mürəkkəb cümlədə ifadə olunan fikirlər arasında müxtəlif məna əlaqələri olur. Bunda asılı olaraq fərqli bağlayıcılardan istifadə edilir. 1. Fikirlər bir-birinin davamı kimi verilə bilər. Məsələn, qoyulub burada. Payız gəldi və yarpaqlar saraldı. Biz də bir məsəl deyə bilərik. Məsələn, yaz gəldi, havalar isindi. Biz də belə bir dənə deyə bilərik. 2. Fikirlər qarşılaşdırıla bilər. Payız gəldi, amma yarpaqlar hələ saralmamışdı. Biz də eləyə bilərik. Nə olar? Payız gəldi, amma yarpaqlar hələ də saralmamışdı. Məsələn, deyə bilərik ki, yaz gəlmişdi, ancaq mən hələ də üşüyürdüm. 3. Fikirlərdən biri səbəb, digəri onun nəticəsi ola bilər. Yarpaqlar saralmışdı, çünki payız gəlmişdi. İndi isə biz deyək, yaz belə, başqa deyək, artıq yaz gəldi deməyək. Məsələn, deyək ki, havalar isinmişdi, çünki yaz gəlmişdi. Yəni, bundan da eləyə bilərik. Ona görə mən belə dedim. Başqa bir dənə cümlədə deyə bilərik. B. Cümlələrdəki bağlayıcıları aşağıdakı cədvəl üzrə qruplaşdırın. Birləşdirilir, qarşılaşdırılır, səbəbini ifadə edir. 1. Göyün üzü tutuldu, ildırım çaxdı və güclü yağış yağdı. Birləşdirilir şəkilçisinə uyğunlar. Birləşdirilir o deməkdir ki, və şəkilçisi. Göyün üzü tutuldu, ildırım çaxdı və. Baxın, və. Ona görə də birləşdirildə birinci olacaq, yəni və. 2. Səlim gəlib çıxdı, ancaq Salih hələ də gözə dəymirdi. Ancaq nə şəkilçisidir? Qarşılaşdırma şəkilçisidir. 3. Böyüklərə hörmətlə yanaş, çünki özün də qocalacaqsan. Çünki şəkilçisi səbəbini ifadə edir. 4. Biz xoşbəxtlik, ona görə ki, qəhrəman, biz xoşbəxtik. Ona görə ki, qəhrəman övladlarımız var. Ona görə ki, nə şəkilçisidir? Səbəb şəkilçisidir. 5. Qapı açıldı və içəri uzaq boylu bir oğlan daxil oldu və birləşdirilir. Ona görə ki və gördünüz ki, ona görə ki və çünki şəkilçisinə mən səbəbini ifadə edir dedim. Çünki bunlar bir-birini əvəz eləyə bilərlər. C. Mürəkkəb cümlə yaradın. Tərkib hissələri arasında uyğun bağlayıcıdan istifadə edin. 1. Yaz gəldi və buzlar əridi. C-yə gedəcək birinci. 2. Müəllim birdə izah etdi. Çünki Sara yaxşı anlamamışdı. 3. Qar yağmışdı, amma hava soyuq değildi. Amma ancaq lakin bu cümlədə ola bilər. Çünki yerinə də baxın, 1. Yaz gəldi və buzlar əridi. 2. Müəllim birdə izah etdi.
Çünki və ya ona görə ki, Sara yaxşı anlamamışdı. 3. Qar yağmışdı. Qar yağmışdı, amma hava soyuq değildi. Ammanın yerinə ancaq lakin də qoya bilərsiniz. Və elə ammanı eləyə bilərsiniz. Bağlayıcılara diqqət edin. Səhvləri düzəldərək cümlələri köçürün. 1. Arzu dərslərini bitirdi, çünki kitablarını çantasına qoydu. Deməli, bağlayıcılar Arzu dərslərini bitirdi və kitablarını çantasına qoydu. Buradakı bağlayıcı yanlışdır. Burada və olmalıdır. 2. Mina həkim olmaq istəyirdi, lakin gecə gündüz çalışırdı. Ona görə ki və ya ona çünki gecə olmaq istəyirdi. Ona görə də gecə gündüz çalışırdı. 3. Nənəsi yorğanı onun üstünə çəkdi və yuxusu gəlmirdi. Nənəsi yorğanı onun üstünə çəkdi, amma və ancaq lakin də ola bilər bu amman yerinə yuxusu gəlmirdi. 4. Xalq igidləri alqışladı, ancaq onlar qələbə qazanmışdılar. Xalq igidləri alqışladı, çünki onlar qələbə qazanmışdılar. Çünki olmalıdır. Məsələn, siz deyə bilməzsiniz ki, xalq igidləri alqışladı, ancaq onlar qələbə qazanmışdılar. Bu cümlə olmaz və ya bir fikir bildirməz. Ona görə də burada çünki olmalıdır. Baxın, xalq igidləri alqışladı, çünki onlar qələbə qazanmışdılar. Çünki burada səbəbini bildirir, yəni səbəb şəkilçisidir. Bunu da bilmək olar buradan. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.